Doktor, stres zamanı niyə iştah artır? Stres zamanı ona görə iştah artır ki, orqanizmdə kortizolun səviyyəsi artır və orqanizmin enerjiyə ehtiyacı olur. Enerjiyə ehtiyacı isə kompensasiya etmək üçün insanlar qidadan təbii ki, istifadə edirlər. Bu da ifrat dərəcədə piylənməyə gətirib çıxardır. Qorxu hormonudur dediyimiz nədir? Qorxu hormonu adətən adrenalin hormonudur. Bir çox insanlar təbii, yəni ümumiyyətlə daha çox rast gəlinən şəraitlərdə müxtəlif əyləncəli faktorlardan istifadə edərək adrenalin hormonunun artmasını özləri belə istəyir. Xüsusən maşın sürməklə və yaxud da hər hansı bir kolesolardan istifadə etməklə adrenalin hormonudur, bəli. Stres bədəndə piy yığılmasına səbəb ola bilər. Təbii ki, stres zamanı qidalanma artır və nəticədə qarın nahiyəsində xüsusən də piylərin səviyyəsi artır. Hər gün az yatsam hormonal tarazlıq pozular. Bəli, bir müddət belə təkrarlanarsa, təbii ki, hormonal balans pozulacaq. Stres hormonlarını necə idarə edə bilərik? Sinir sistemimizi sakitləşdirməklə, normal yuxunu yatmaqla və qidalanmaya düzgün riayət etməklə.